Yay ayları adətən daşınmaz əmlak bazarında durğunluq dövrü kimi qiymətləndirilir. Tələbələrin paytaxtdan getməsi və alıcı fəallığının azalması fonunda bir çoxları bu mövsümdə kirayə və satış qiymətlərinin aşağı düşəcəyini gözləyirdi. Lakin paytaxt Bakının əmlak reallıqları bu klassik iqtisadi nəzəriyyəni alt-üst etdi. Yay mövsümünün başa çatmasına və tələbələrin Bakıya qayıtmasına qısa müddət qalmasına baxmayaraq, nə kirayə, nə də satış qiymətlərində nəzərə çarpacaq ucuzlaşma müşahidə olunmur. Əksinə, bəzi ərazilərdə qiymətlər artmaqda davam edir. Bəs görəsən paytaxt sakinləri əmlak bazarındakı bu vəziyyəti necə dəyərləndirirlər? Kirayə də bahadır, evlər də bahadır. İndi ən ucuz tək otaqlı 400-ədir. Tələbələr gələcəyi sentyabrdır artıq. Həm kirayə qiymətləri, həm də satış qiymətləri təbii ki, bahadır. Mərkəzlərdə çox bahadır, kənarlar biraz ondan az. Özüm də mən kirayə evdə vallahi. Yəni şu qiymətlər ucuzdur. Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, yeni binalarda mənzillərin kirayə qiymətləri köhnə tikili binalardan ortalama 2 dəfəyə qədər daha baha qiymətə təklif olunur. Mərkəzə yaxınlaşdıqca qiymətlər qalxır. Paytaxt Bakı şəhərində kirayə mənzilləri tələbat daha çox metro stansiyalara yaxın və daha çox ali təhsil müəssisələrinin sıx olduğu ərazilərdədir ki, həmin ərazilərdə köhnə tikili binalardakı mənzillərin kirayə qiymətləri bir otaqlılar təqribən minimum 400 manatdan başlayaraq daha baha qiymətə, 2 və 3 otaqlıların aylıq kirayə qiymətləri isə ortalama 500-600 manatdan daha baha qiymətlərə təklif olunur. Ekspert bildirir ki, kirayə bazarında qiymətləri yüksəldən əsas amillərdən biri də mənzillərin satış qiymətlərinin artmasıdır. Yəni evlərin alış qiyməti qalxdıqca onların aylıq kirayə qiymətləri də yüksəlir. Mənzillərin kirayə qiymətləri daha çox onların satış qiymətlərinin 0,5% nisbəti ilə ölçülür ki, əmlakların satış qiymətlərində artımlar müşahidə olduqca həmin əmlakların kirayə qiymətlərində də ciddi artımlar qaçılmaz olur. Paytaxtın mərkəz ərazilərində yeni tikili binaların, xüsusən də tikilməkdə olan çoxmənzilli yaşayış binalarının 1 kvadrat metri ortalama 4000 manatdan başlayaraq daha baha qiymətlərə təklif olunur. Ətraf ərazilərdə isə Bakı ətrafı ərazilərdə yeni tikili binaların 1 kvadrat metri 1500 manatdan başlayaraq ortalama 2500-3000 manat arası dəyişir. Tikinti xərclərinin yüksəlməsi, material və əmək haqqı qiymətlərinin artması da bazara birbaşa təsir göstərir. Ekspert Vüqar Orucun sözlərinə görə, bu amillər fonunda mənzil bazarında ucuzlaşma gözləmək çətindir. Binaların tikintisi üçün normativ qaydalar sərtləşirsə, tikinti materiallarının qiyməti artırsa, əmək qüvvəsinin, işçi qüvvəsinin əmək haqqları təbii ki, yüksəlirsə, eyni zamanda daşınmaz əmlakın investisiya cazibədarlığı günü-gündən artırsa, hər hansı bir qiymətlərin enməsindən söhbət gedə bilməz. İstər bu kirayə qiymətləri olsun, istər icarə qiymətləri olsun, istər satış qiymətləri olsun. Vüqar Oruc həmçinin bildirir ki, ümumi mənzil bazarında artan qiymətlər davamlıdır və 2027-ci ilə qədər davam edəcək. Səbail, Xətai, Nərmanov rayonu, Nəsimi rayonu və Yasamal rayonlarıdır ki, bu rayonlarda məhz nəqliyyat əlçatanlığı və infrastrukturun yüksək səviyyədə inkişafı baxımından, eyni zamanda işçi qüvvəsinin böyük bir hissəsini məhz bu ərazidə öz iş yerlərini əldə etməsinə görə təbii ki, qiymətlərin artımı təbiidir. Nizami rayonudur, Binəqədi rayonudur, Sabunçu rayonudur, Suraxanı rayonudur. Bunları qeyd etmək olar ki, orada da qiymət artımı davamlı olaraq orta səviyyədə həyata keçəcək. Qaradağ rayonunu, Pirallahını biz göstərə bilərik. Onların da gələcək perspektivləri var, amma təbii ki, uzun müddətli investisiya qoymaq istəyən vətəndaşlarımız bu rayonlara qoya bilər. Eyni zamanda mən bunların içərisində Ələti və Hövsanı da qeyd edə bilərəm. Çünki gələcək perspektivdə bu ərazilərin böyük inkişaf perspektivləri var. Son olaraq görünən odur ki, mənzil bazarında qiymətləri yüksək olaraq qalması hələ uzun müddət davam edəcək. Bu isə həm ev almaq, həm də kirayə mənzil axtaranlar üçün yaxın gələcəkdə ucuzlaşma ümidlərini azaldır. Aytən Verdiyeva, Rəvan Murtuz, APA TV.